Salam. Bu gün mən bağırsaq şişləri və törəmələri haqqında danışmaq istəyirəm. Bağırsaq törəmələri iki cür olur: xoşxassəli və bədxassəli. Bağırsağın xoşxassəli şişləri bunlar bağırsaq polipləridir. Bağırsaq polipləri müxtəlif ölçüdə, müxtəlif formada və müxtəlif gedişata malik ola bilirlər. Əksər hallarda bağırsaq polipləri xəstədə heç bir şikayət və simptom vermir. Lakin uzun müddətli olan bağırsaq polipləri əgər müayinə olunmazsa və polipektomiya əməliyyatı icra olunmazsa, bunlar bağırsağın bədxassəli törəmələrinə, yəni adenokarsinomalara çevrilə bilirlər. Nümunə olaraq bugünkü xəstəmizi göstərmək istərdim. Xəstəmiz 1988 təvəllüdlü bir xanımdır. Xanım artıq bir ildən artıqdır ki, defekasiya zamanı nəcisdə qanaxmadan şikayət edir və bununla əlaqədar olaraq xəstəyə kolonoskopiya müayinəsi məsləhət görüldü və kolonoskopiya müayinəsində rektosigmoidal nahiyədə bağırsaq törəməsi aşkarlandı. Bağırsaq törəməsindən histoloji müayinəyə göndərilməsi üçün biopsiya götürüldü. Biopsiyanın nəticəsindən asılı olaraq xəstə düzgün olaraq yönləndiriləcək. Unutmayın ki, vaxtında müayinə və müalicə olunmaq sağlamlığımızın qarantıdır.